Qadınların ən çox qorxduğu alət spekulum, yəni güzgü. Biz ginekoloqların dostu, qadınların isə kabusu. Bəli, biz güzgü müayinəsi ilə bir çox xəstəliklərin vaxtında diaqnostikasını aparırıq. Güzgü ilə biz uşaqlıq yolunu, uşaqlığın boynunu görərək burada olan problemləri vaxtında diaqnostikasını edirik. Əlbəttə ki, ağrısız ginekoloji müayinə üçün mənim sizə verəcək bir neçə ipucularım var. Öncə ginekoloji müayinəyə getməzdən öncə sidik kisəniz boş vəziyyətdə olmalıdır. Müayinə əsnasında ginekoloqunuz sizə uyğun ölçüdə spekulum, yəni güzgü seçməlidir və müayinə zamanı güzgüyə gel və yaxud da hər hansı bir yumşaldıcı yağlardan istifadə etmək olar ki, bu da güzgünün uşaqlıq yolunda irəliləməsini yaxşılaşdıracaq və siz ağrı hiss etməyəcəksiniz. Əziz qadınlar, əgər güzgü müayinəsindən qorxaraq ginekoloji kontrollarınızı axsadırsınızsa, bunu əsla etməyin. Çünki biz bu pəncərədən baxaraq bir çox xəstəliklərin vaxtında diaqnostikasını aparırıq.